qoyunu kəsirlər, yazırlar ki, qurbanlıq ət satılır. Bax, o nədir? Hə, qurbanlıq ət satılmaq düzdür. Bunlar istəyirlər nəsə bir şey eləsin, amma əslində görüntü yaradırlar. Allah üçün eləmirlər. Şərtin biri də odur ki, qurban bu yaşda olsun. İkinci şərt, niyyət Allah üçün olsun. Mən bunu Allah üçün kəsirəm. Əgər bunu Allah üçün kəsirəmsə, mən onu sata bilmərəm. Mütləq onu verməliyəm ehtiyacı olana. İndi kimə verməliyik? Bəlkə hacı, o deyək ki, o heyvan satılan yerlərdir də, düzdürmü? Sadəcə olaraq yazılı bəlkə düzgün yazılırlar. Ət satılan qəssabxanalar ki var, dəfələrlə. İndi bu il doğrudan düzü elə rast gəlməmiş, amma keçən ilə qədər rast gördüm ki, məsələn, qəssabxanaların bəzilərində böyük hərflərlə yazılır ki, qurbanlıq ət sat. Biri var, qoyun satılar, o başqadır. Diri qoyun satılsa, qurban üçün, o təbii ki, mən gəlib qurbanı almalıyam ki, kəsin. Amma və yaxud yazırlar ki, sabah səhər qurbanlıq ət kəsiləcək. Kim istəsə müraciət eləsin. Yəni alsın. Alsın, yəni. Pulu ilə alsın. Yox,